Sabahınız xeyir olsun. Bəli, qeyd etdiyiniz kimi biz hazırda İstanbuldayıq və Mərmərə Araşdırma Qrupu, daha doğrusu Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin keçirdiyi 29-cu Avrasiya İqtisadi Zirvəsindən xəbər veririk. Bildiyiniz kimi forum dünən açıldı və 48 ölkədən 400-dən artıq təmsilçi burada iştirak edir. Bugün daha çox su qıtlığı və yaşıl enerji, yaşıl dünyada necə yaşamalıyıq kimi əlaqəli mövzular müzakirə olunur və hazırda demək Sloveniyanın 2007-2012-ci illərdə prezidenti olmuş Danilo Turk çıxış edir. Daha sonra isə onu da xatırlatmalıyam ki, bütün Qafqazın şeyxi Hacı Ələşgür Paşazadənin çıxışı olacaq və onun çıxışında da məhz sözü gedən mövzuların həm də dünyada sülh, əmin-amanlıq demək prosesi ilə, bu prosesin necə təmin olunması ilə vacib kontekstdə təqdim ediləcək. Çünki həm də onu nəzərə almalıyıq. Burada dini liderlər də iştirak edir. Mən bunu dünən də qeyd etmişdim. Demək, Bartolomey hazırda buradadır və bir qədər öncə o və digər dini liderlərlə Ələşgür Paşazadənin görüşü oldu. Bir qədər sonra isə Azərbaycan tərəfindən bütün Qafqazın şeyxi bir daha xatırladıram ki, çıxış edəcək. Avrasiya İqtisadi Zirvəsi 1985-ci ildə yaradılmış Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin dəstəyi ilə, daha doğrusu təşkilatçılığı ilə keçirilir və onu da qeyd etməliyik ki, bu vəqf Azərbaycanla da sıx əlaqələrə malikdir. Azərbaycan-Türkiyə münasibətlərindən son illərdə, son 10 illikdə daha çox töhfələr verib, Azərbaycanda gedən prosesləri yaxından izləyir və öz dəstəyini ifadə etmiş olur. Bəli, bugün 3 panel keçiriləcək və Avrasiya İqtisadi Zirvəsi mayın 13-ü, yəni bugün axşam saatlarında sona çatacaq. Sonda isə bəyannamənin qəbul edilməsi nəzərdə tutulub. Azərbaycandan digər qonaqlar da burada iştirak edir. Məsələn, mən biraz öncə akademik Nizami Cəfərovu gördüm. Yəni dəvət olunan, müxtəlif ölkələrdən dəvət olunan qonaqlar var. Və onu da xatırlatmalıyam ki, Avrasiya İqtisadi Zirvəsi son illərdə regionun ən vacib tədbirlərindən, ən vacib platformalarından birinə çevrilməkdədir. Son xəbərləri sizə buradan, İstanbuldan təqdim edəcəyik. Bizdən hələlik bu qədər. Söz sizdə, buyurun.